Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkets Global Broker şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. İlk öncə dollar indeksinə nəzər salaq. Bildiyimiz kimi bir öncəki videolarımızda bu haqda dəfələrlə danışmışdıq ki, Trump administrasiyasının əsas hədəflərindən birisi dolları ucuzlaşdırmaq. Çünki dollar ucuzlaşarsa Amerikanın ödəyəcəyi borc da bir anlamda ucuzlaşmış olur. Çünki 2025-ci il tarixində 10 trilyon dollara yaxın borcun müddəti başa çatır. Və digər bir nüans isə, hörmətli izləyicilər, Amerikanın əsas hədəflərindən birisi hal-hazırda 10 illik xəzinə bondlarının faiz gəlirliyini aşağı çəkmək idi və həqiqətən də bunu belə bir mənada həyata keçirmiş olurlar. Necə? Gəlin ona baxaq. Ümumiyyətlə, dolları ucuzlaşdırmaq və yaxud da Amerikan xəzinə bondlarının, 10 illik xüsusilə xəzinə bondlarının faiz gəlirini aşağı salmaq üçün yanaşmalardan birisi, təbii, federal ehtiyatlar faizi aşağı çəkə bilərdi. Hal-hazırda federal ehtiyatların faiz dərəcəsi 4,5%-dir. Lakin federal ehtiyatların bir anda faiz aşağı çəkməsi, məsəl üçün 4,5-dən 4% və yaxud da 3,5% çəkməsi bir anda şok yarada bilərdi. Eyni zamanda dollara süni müdaxilə edilməsi bir mənada dollar olan güvəni də azalda bilərdi. Ondan dolayı Trump digər bir versiyanı seçmiş oldu. Amerikanın ticarət partnyorlarının əksəriyyətinə, böyük əksəriyyətinə, hətta ticarət partneri olmayan ölkələrə belə tarif tətbiq etmiş oldu və 10%, əksər ölkələrə 10% tarif tətbiq etdi. Bəzi ölkələrə, məsələn, Avropa Birliyinə, avtomobil sektoruna, Yaponiyaya 25% tarif tətbiq etmiş oldu və eyni zamanda Çinə 54% tarif tətbiq etmiş oldu. Təbii bu tariflərin bir məqsədi, bir mənada qeyd etdiyimiz kimi dolları ucuzlaşdırmaq idi və həqiqətən də dollar ucuzlaşmış oldu. Diqqət etirsəniz, bir gün, 2 gün içərisində dollar indeksi təxminən 2,5% dəyər itirmiş oldu. Tariflərin elan edilməsindən sonra təxminən 2,5% dollar indeksi dəyər itirmiş oldu və 103 səviyyəsindən təxminən 100 səviyyəsinə qədər ucuzlaşmış oldu dollar indeksi və eyni zamanda Amerikan xəzinə bondlarının faiz gəlirliliyi də əslində 4,30%-dən 3,95%-ə qədər ucuzlaşmış oldu əslində. Bir mənada bu siyasəti effektiv olmuş oldu. Digər tərəfdən isə, hörmətli izləyicilər, Trumpın tarif tətbiq etməsinin arxasında duran bir digər məqsədi isə təbii ki, burada müəyyən gəlir əldə etməkdir. Çünki tariflərin tətbiq edilməsi əslində dolayı vergiləndirmədir. Çünki Amerika bir mənada heç bir ölkə öz, belə deyək də, hər şeyi öz-özünə təmin edə bilmir. Ona görə də xaricdən müəyyən məhsul almalıdır. Təbii ki, bu xaricdən məhsul alınanda da tariflərdən dolayı Amerika bir mənada bu vətəndaşı dolayı yolla vergiləndirmiş olur və oradan da bir gəlir formalaşmış olacaq. Və bu gəlir vasitəsilə Trumpın söz verdiyi bir digər əsas, belə deyək də, siyasətdən birisi vergiləri azaldacağını demişdi və vergiləri də azaltmaq üçün təbii ki, bu büdcə kəsrini daha da artıra bilər. İndi Trumpın əsas məqsədlərindən birisi tarifdən əldə edilən gəlirlə bir mənada vergi azaltmasından yaranan defisiti kompensasiya etmək istəyir. Əsas hədəflərindən birisi budur. Ondan dolayı da təbii tarifin tətbiq edilməsi birjalarda bir mənada şok effekti yaratmış oldu. Və dollar indeksinin əksinə satış siqnalını bizim sistemimiz, diqqət etirsəniz, 27 mart tarixində vermişdi. Belə ki, 27 mart tarixində dollar indeksi birinci dəstə, həmin gün üçün birinci dəstə səviyyəsini qırıb, onun üzərində bağlamış və diqqət etirsəniz, həmin tarixdən etibarən bazar ancaq günlük birinci müqavimət səviyyələrinin altında bağlanır. Bu əslində bazarda satıcıların güclü olduğunu göstərdi və həqiqətən də belə deyək, bazar 27 mart tarixindən etibarən ancaq düşən, belə deyək, trendlə davam etmiş oldu. Bundan sonra necə olacaq təbii ki, bugün Amerikadan açıqlanacaq xüsusilə əmək bazarı ilə bağlı gözləntilər mühüm əhəmiyyət kəsb edir. Belə ki, Amerikada NFP açıqlanacaq. NFP-nin, yəni Non-Farm Payrolls, qeyri-kənd təsərrüfatı sahəsində yaradılan iş yerlərinin sayı mart ayı üçün 137 min yeni iş yerinin yaradılacağı gözlənilir. Təbii ki, gözləntilər bunun altına qalarsa, bir mənada dollarda olan düşüşü daha da artıra bilər. Eyni zamanda ümumi işsizlik səviyyəsi açıqlanacaq. Ümumi işsizlik səviyyəsi isə 4,1%-dir. Əgər işsizlikdə də müəyyən mənada artım olarsa, hörmətli izləyicilər, bu bir mənada Amerikada əmək bazarının negativ təsirin olduğunu, negativ tendensiyanın olduğunu göstərə bilər və bu federal ehtiyatların faizi aşağı salacağı ehtimalını artıra bilər və bu da özlüyündə təbii ki, dollara daha da negativ təsir edə bilər. Ümumi fonda isə qeyd etdiyimiz kimi gün ərzində nə qədər ki, dollar indeksi bu gün üçün birinci müqavimət səviyyəsi olan 102,753 səviyyəsini qırıb, onun altında
onun üzərində bağlanmazsa, biz dollar indeksində düşüşün davam edəcəyini proqnoz edə bilərik. Bir nüansı da xüsusi qeyd etmək lazım, hörmətli izləyicilər. Amerikanın xüsusilə dolları ucuzlaşdırmaq əsas hədəfindən birisidir. Çünki dolların ucuzlaşması Amerikanın bir mənada borc yükünü azaltmış olur. Təbii bunun necə effekt verəcək? Növbəti inflyasiya dalğasına səbəb ola bilər. Ümumiyyətlə qlobal bazarlarda. Lakin əsas hədəf qeyd etdiyimiz kimi dolların ucuzlaşdırılmasıdır. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz avro-dollar valyuta cütlüyüdür. Ümumiyyətlə avro-dollar valyuta cütlüyündə də yüksəliş əslində bizim sistemimizdə 27 mart tarixinə siqnal yaranmışdı. Diqqət etirsəniz, həmin tarixdə həmin gün üçün birinci müqavimət səviyyəsini bazar qırmışdı və onun üzərində bağlamışdı. Və diqqət etirsəniz, həmin tarixdən etibarən bazar ancaq birinci müqavimət səviyyələrinin üzərində bağlandı və bu da bazarda alıcıların güclü olduğunu göstərirdi. Təbii ki, avro-dollar rekord səviyyədə bahalaşaraq 1.11 səviyyəsinə qədər çatmış oldu. Təbii bunun əsas, belə deyək, avronun yüksələn əsas faktor dolların ucuzlaşması oldu. Lakin bundan sonra necə olacaq? Bunu yaxından izləmək lazımdır. Çünki, hörmətli izləyicilər, təbii dolların ucuzlaşması bir mənada Amerikanın həm borc yükünü azaltmış olur. Eyni zamanda Trumpın bir digər hədəfi Amerikada istehsalatı gücləndirməkdir. Yəni, Amerikan məhsullarını ucuzlaşdıraraq ixracatı təşviq etməkdir. Belə olan halda digər valyutaların dollara qarşı bahalaşması təbii ki, həmin ölkələr üçün bir mənada negativ təsir yaratmış olur və bundan dolayı da Avropa Birliyi də eyni zamanda yenidən faizi azalda bilər. Zaten bu gözlənilir, bazarda faizi azaldacağı gözlənilir. Lakin hal-hazırda 2.65%'dir. Lakin Avropa Mərkəzi Bankı belə olan vəziyyətdə daha aqressiv faiz azaltma siyasətindən gedə bilər ki, avronu ucuzlaşdırmaqla bir mənada Avropa Birliyi məhsullarının ixracatını təşviq etsin. Əslində bu dalğa növbəti olaraq bir valyuta müharibəsinə səbəb ola bilər. Lakin təbii ki, biz iqtisadi göstəriciləri izləməliyik və eyni zamanda rəsmilərin açıqlamalarını yaxından izləməliyik və ona əsasən müəyyən mənada öz pozisiyalarımızı ona uyğun qura bilərik. Gün ərzində, hörmətli izləyicilər, avro-dollar valyuta cütlüyü nə qədər ki, bugünün müqavimət səviyyəsi olan 1.08555 səviyyəsini qırıb onun altında bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz GBP-USD valyuta cütlüyüdür. Ümumiyyətlə, GBP-USD valyuta cütlüyündə alış siqnalı əslində 2 aprel tarixində yaranmışdı. Belə ki, həmin tarixdə birinci müqavimət səviyyəsinin qırılması ilə və bazarın həmin səviyyənin üzərində bağlanması ilə GBP-USD alış siqnalı yaranmış oldu. Və İngilis funtu və dollar valyuta cütlüyü rekord səviyyədə bahalaşaraq 1.32 səviyyəsini hətta çatmış oldu. Təbii ki, İngilis funtunun bahalaşmasının bir digər səbəbi, hörmətli izləyicilər, Amerikanın İngiltərəyə qarşı tariflərin nisbətən yüngül tətbiq etməsi olur. Çünki hal-hazırda 10%lik tarif tətbiq edib, amma bu demək deyil ki, digər sektorlara tarif tətbiq etməyəcək. Ümumi fonda, misal üçün, Trump son olaraq açıqlama verir ki, yarım keçirici və xüsusilə pharmaceuticals, yəni belə deyək, dərman sektoruna da eyni zamanda tariflər tətbiq etmək istəyir ki, bu özlüyündə İrlandiya üçün negativ təsir edə bilər. Eyni zamanda İngiltərə, belə deyək ki, İngiltərənin Amerika ilə olan ticarət dövriyyəsinə daha da negativ təsir edə bilər. Lakin hələlik qeyd etdiyimiz kimi İngilis funtu və İngiltərə bir mənada tarif siyasətindən nisbətən, belə deyək, daha az təsirlənmiş bir ölkədir. Gün ərzində təbii ki, Amerikadan açıqlanacaq NFT xəbəri İngilis funtu və dollar valyuta cütlüyündə ciddi təsir edəcək faktordur və gün ərzində texniki olaraq funtun qiyməti əgər bugün üçün birinci dəstək səviyyəsi olan, yəni 1.29 804 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz İngilis funtu və dollar indeksində, dollar valyuta cütlüyündə yüksəliş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz qızıldır. Qızıl haqqında da bir öncəki videolarımızda da qeyd etdiyimiz kimi 27 mart tarixində əslində qızılda alış siqnalı yaranmışdı və həmin tarixdən etibarən qızıl sürətlə yüksəlməyə davam etdi. Və növbəti bir öncəki videomuzda da qeyd etdiyimiz kimi qızılda müəyyən mənada aşağı yönlü korreksiya ola bilərdi və həqiqətən də 3 aprel tarixində qızıl kəskin şəkildə aşağı yönlü korreksiya etmiş oldu. Birinci müqavimət dəstək səviyyəsini qırdı və hətta üçüncü dəstək səviyyəsini belə qırdı. Lakin diqqət etirsəniz, dərhal yuxarı yönlü korreksiya etmiş oldu. Çünki hörmətli izləyicilər,
hal-hazırda qızılın düşməsi üçün fundamental bir faktor yoxdur. Çünki əslində geosiyasi faktorlar, ticarət müharibələri, bir mənada Trumpın aqressiv tarif tətbiq etməsi əslində ticarət müharibəsi deməkdir. Qızılda alış imkanları yaratmış olur. Çünki investorlar belə olan halda əsasən daha təhlükəsiz belə bir liman axtarırlar. Bu da ki, ən ideal olaraq təbii ki, qızıldır. Və qızılda olan düşüşlər əslində alış imkanları yaratmış olur. Əgər gün ərzində qızılın qiyməti bir mənada birinci müqavimət səviyyəsi olan 3169 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz qızılda aşağı yönlü kiçik korreksiyaların olacağını proqnoz edə bilərik. Lakin uzun vədədə qeyd etdiyimiz kimi, qızılda əslində hər düşüş alış üçün böyük bir imkan yaratmış olur, hörmətli izləyicilər. Lakin təbii ki, texniki olaraq dəqiq giriş yerlərini müəyyən etmək lazımdır və harda pozisiya açıb, harda belə deyək, əməliyyatı bağlamaq lazımdır. Onu texnik analizlə dəqiq müəyyən etmək lazımdır. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz neftdir. Təbii ki, neftin qiymətində də bir öncəki videomuzda qeyd etdiyimiz kimi müəyyən volatillik müşahidə edilirdi. Lakin son olaraq Trumpın tarif tətbiq etməsi neftin qiymətinə neqativ təsir etmiş oldu. Çünki diqqət etirsəniz, 2 apreldən bəri neftin qiyməti 2 aprel tarixində təxminən 75 dollara qədər yüksələn Brent markalı neftin qiyməti hal-hazırda 68 dollara qədər ucuzlaşmış oldu təxminən 3 gün içərisində. Bunun təbii ki, başlıca səbəbi Trumpın tarif tətbiq etməsi ilə bir mənada qlobal iqtisadiyyatda belə deyək, geriləmənin olacağı gözləntisidir. Çünki bir mənada tarifin tətbiq edilməsi iqtisadi olaraq şirkətlərə həm neqativ təsir edir və bu da ümumi olaraq iqtisadi daralmaya səbəb olacağını proqnoz edilir və bu da öz növbəsində neftə olan tələbin azalacağını belə deyək, göstərir. Ondan dolayı neftin də qiyməti aşağı yönlü kəskin düşmüş oldu. Gün ərzində əgər neftin qiyməti bu gün üçün birinci müqavimət səviyyəsi olan 72-27 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz neftin qiymətində düşüş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz S&P 500 indeksidir. Ümumiyyətlə, S&P 500 indeksi də Trumpın tarif siyasəti tətbiq etməsindən dolayı dünən bazar açıldığı vaxtı təxminən 5%-ə yaxın dəyər itirmiş oldu. Bu, təxminən 2 trilyondan çox, belə deyək, Amerikan səhm bazarının dəyəri azalmış oldu. Təbii tarif siyasətinin tətbiq edilməsi eyni zamanda şirkətlərə də neqativ təsir edəcək, bir çox sektora neqativ təsir edəcək və onların iddia etdiyi budur ki, bəli, qısa vədədə neqativ təsir edəcək, lakin uzun vədədə bu Amerikan iqtisadiyyatına, xüsusən Amerikada olan istehsalata müsbət təsir etmiş olacaq. Təbii ki, bunlar hələlik bəlli deyil. Həqiqətən bu siyasət Amerikan iqtisadiyyatına müsbət təsir edəcək ya neqativ təsir edəcək. Ondan dolayı da təbii ki, səhm bazarı düşmüş oldu. Və eyni zamanda, hörmətli izləyicilər, təbii tariflərin tətbiq edilməsinin bir digər yan təsiri Amerikada inflyasiya səbəb olacağı gözləntisidir. Çünki inflyasiyanın artması, əslində tariflər bir mənada vətəndaşı dolayı yolla vergiləndirmədir. İnflyasiyanın artması eyni zamanda federal ehtiyatların faizi aşağı çəkəcəyi gözləntisini də azaltmış olur və bu da öz növbəsində səhm bazarına neqativ təsir edir. Çünki ümumi olaraq qanunluluq bu formadadır. Əgər federal ehtiyatlar faizi aşağı çəkirsə, yəni ucuz pul kütləsi bazarda çoxalırsa, bu səhm bazarına müsbət təsir edir. Belə olan halda hələlik qeyri-müəyyənlik var ümumi olaraq bazarda. Çünki inflyasiya ilə bağlı çıxacaq nəticələr mühüm əhəmiyyət kəsb edir. Görək, Trumpın tarif siyasəti inflyasiya necə təsir edəcək? Lakin bugün açıqlanacaq NFP, yəni əmək bazarı ilə bağlı, ümumi işsizlik səviyyəsi ilə bağlı Amerikadan açıqlanacaq xəbərləri də yaxından izləmək lazımdır. Əgər əmək bazarında neqativ tendensiya olarsa, bu bir mənada federal ehtiyatların faizi aşağı çəkəcəyi gözləntisini artıra bilər. Bu da öz növbəsində səhm bazarına müsbət təsir edə bilər. Lakin qeyd etdiyimiz kimi, hələlik inflyasiya, bu ay üçün inflyasiya göstəricilərdə gəldikdən sonra biz dəqiqliklə deyə bilərik ki, federal ehtiyatlar, yəni müəyyən mənada ehtimal edə bilərik ki, federal ehtiyatlar faizi azaldacaqmı, yoxsa dəyişməz olaraq saxlayacaqmı? Və bütün bunları izlədikdən sonra təbii ki, biz S&P 500 indeksi ümumi fonda isə ABŞ səhm bazarı ilə bağlı gözləntiləri və proqnozlarımızı irəli sürə bilərik. Hal-hazırda isə, hörmətli izləyicilər, S&P 500 indeksi nə qədər ki, gün ərzində birinci müqavimət səviyyəsi olan 5720 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz S&P 500 indeksində düşüşün davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.